Bu gün tam orta təhsil səviyyəsi üzrə 62 mindən çox şagirdi üçün buraxılış imtahanı keçirilib. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 267 imtahan binası, 4645 imtahan zalı ayrılıb. İmtahanda iştirak edən şagirdlərin bir qismi bildirib ki, onlara təqdim olunan suallar, xüsusən də riyaziyyat fənni üzrə suallar qismən çətin olub. İmtahan normal keçdi, amma yəni suallar gözlədiyim qədər asan deyildi, yəni çətin idi. Məsələn, hansı fənlər? Riyaziyyat çətin idi, yəni suallarını yəni oxuyurdum, başa düşmürdüm, yəni həllini gətirə bilmirdim. Yaxşı idi, pis deyildi, amma təxmini birinci imtahana görə biraz çətin salmışdı. Hansı fənlər daha çox çətin idi? Riyaziyyat biraz çətin idi. İngilis dilində qrammatikası atsa çətin idi. Hətta şagirdlər arasında sualların çətin tərtib olunmasını özünə haqsızlıq hesab edənlər də var. Məncə çətindir, gözlənilən çətin idi yəni suallar. Hansı fənlər daha çox çətin idi? Riyaziyyat, ana dilim, yəni işləmək olmur, çatmaq olmurdu, bax çox çətin idi, həddindən artıq. Başqa üstüm yoxdur yəni. Gözləmirdim belə haqsızlıq yəni oldu. Lakin imtahan suallarının kifayət qədər asan olduğunu deyənlər də az deyil. Rahat idi, o qədər də çətin deyil idi. Az sektor yəni ki çətin idi, rus sektoru yox. Yox, burada çətin yox idi, heç nə olmuş. Rusca'da, İngiliscədə hamısı yaxşıdır. Matematikada orada biraz problem idi, ancaq ona da yaxşı hamısı elədim, problem qalmadı. Yaxşı keçdi maşallah. Yəni çətin suallar az idi. Orada vaxtı ayırmayıblar deyə deyirlər çətindir. Amma belə çətin deyildi çox da. Çox yaxşı, çox rahat idi, asan idi. Suallarımız necə idi bəs? Yaxşı idi, çox asan idi, rahat Çətinlik yazdıq. var idimi? Elə belə axırlarda, riyaziyyatda biraz. Amma belə çox rahat idi. Ruski çox qəşəngdir, Hasan. İngilis dilində biraz vaxt ayıramadım, amma onu da yazdım. Riyaziyyatda biraz şeydir. Çətin idi, hə. İlkin məlumatlara əsasən 4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. İmtahanlarda istifadə olunan, yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur. Cümşüd Məmmədov, Kənan Qafar, Yusif Kərimli, Samir Qasımov, Xəzər xəbər.